sağda avtobus dayanırmı? 214 nömrəli. İşıq forun qarşısını kəsib. Biz artıq baxanda görə bilmirik işıq forunun qırmızı bölməsi yanır, yaxud da yaşıl bölməsi. Digər hərəkət iştirakçılarına baxaraq hərəkət edə bilirik, bu ayrı məsələ. Ancaq yol boş olanda biz bunu bilə bilmirik. Və işıq forun yaşıl yaxud da qırmızı bölməsinin yanıb yanmadığını görə bilmədiyimiz halda kör-körənə getməməliyik. Yoxsa ən azından qırmızı bölmədə keçmiş olarıq və yaxud da yolu keçən hər hansısa bir piyadanı yaxud da başqa hərəkət iştirakçısını vurmuş olarıq. Aydın oldu. Artır sürəti. Düz davam edirik. Qarşıda təxminən 200 metrdən sonra yol sola əyilir. Həm döngədir, yol əyilir, həm dönən kimi piyada keçidi var. Ona görə indidən qazdan ayağımızı götürürük. Öz zolağımızla dönürük. Kimsə yoxdur ki. Və növbəti işıq foru güdürük. Gördün mü avtomobili? Az qalmışdı ki sənə toxunsun, ancaq səndə qüsur yox idi. Narahat olma. Çünki öz zolağı ilə biraz artır. Öz zolağı ilə gedib, öz zolağı ilə dönə bilən sürücü azdır bizim. Ona görə döngələrdə indi təcrübəsizsən, mən çox şeylə səni yükləmək istəmirəm. Ancaq döngələrdə özün sərbəst şəkildə dönə bildikdən sonra, yəni bu vərdişi formalaşdırandan sonra digərlərini də düşün. Sən dönə bilirsən, amma o dönə bilməz. Ona görə dönmə zamanı sağ çiyin, sol çiyin, yəni sağ güzgülər demirəm mən, güzgülərdən ziyadə çevrilib böyür pəncərədən böyründə olan nəqliyyat vasitələrinə də bax.